Dünyanın dörd bir tərəfində məktəblərdə müəllimlərin, direktorların qız uşaqlarının baş örtüsünə qarşı çıxdığını görürük. Və bunu da belə izah edirlər ki, güya baş örtüsü uşağın başındakı damarları sıxır və sərbəst qan dövranına mane olur. Bunu məktəb müəllimləri və direktorlar deyirlər. Hansı ki, həmin məktəblərin ayaq yolusunda uşaqlar narkotik istifadə edirlər. Biri-birindən narkotik alıb satırlar. Məktəblərin ayaq yolusunda zina olunur. Zinadan hamilə qalırlar. Bunu problem edib bu qədər danışan yoxdur amma. Bunu problem etmirlər. Uşağın başındakı örtünü problem edirlər. Güya onun başındakı qan dövranından narahatdılar. Vallahi onun başındakı qan dövranından zərrə qədər narahat deyirlər. Əslində o uşağın da onlar kimi küfrün içində olmadığı üçün narahatdılar. Ey insanlar, Allahdan nə pislik gördünüz ki, şəriətindən bu qədər nifrət edirsiniz? Zinanı qadağan etdi, nəsil pozulmasın deyə. Faizi haram etdi, kasıb daha da əzilməsin deyə. İçkini qadağan etdi, ağıllar sağlam qalsın deyə. Ədaləti əmr etdi, zalimlərə keçid olmasın deyə. Qadına iffəti, kişiyə məsuliyyəti yüklədi, ailə dağılmasın deyə. Bəs siz neynədiniz? Allahın hökmünü tərk etdiniz. Yerinə müasir bütlər qoydunuz. Qadınlar küçələrə töküldü, uşaqlar atasız qaldı. Ailələr dağıldı, mərhəmət yox oldu. Gənclik, narkotik, zina, fahişəliklə çürüdü. Sual verirəm indi. Allahın hökmündən üz döndərib